Cümlələrin şəxsə görə növlərinin ardıcıllığı tələb olunur. Vağzalda bizi gözləyirdilər. Gözləyirdilər xəbər. Mübtədamız cümlədə yoxdur və işin kim tərəfindən görüldüyü bizə məlum deyil. Birincisi olacaq qeyri-müəyyən şəxsi cümlə. Maşın gələndə gecə idi. Gecə idi. Nə vaxt? Maşın gələndə. Mübtəda yoxdur və onu bərpa etmək mümkün deyil. Deməli, şəxsiz cümlədir. Gecənin mehribanlığında bir ehtişam var idi. Var idi xəbər, nə? Ehtişam. Mübtəda mövcud olduğu üçün müəyyən şəxsi cümlədir. Tikansız gül, hicransız məhəbbət, nöqsansız insan adlıq cümlə olacaq. Cücəni payızda sayarlar. Burada isə mübtəda yoxdur və atalar sözüdür. Ona görə ümumi şəxsidir. Deməli, qeyri-müəyyən, şəxssiz, daha sonra müəyyən, adlıq, ümumi.